Hər kəsə salam. Biz hal-hazırda sizinlə oktyabrın 19-u keçirilmiş sınağa nəzər yetiririk və bu sınaq 9-cu siniflər üçündür. Yəni siz bu videoya baxmaqla başa düşəcəksiniz ki, imtahanda sizi necə suallar gözləyir, hansı struktur var. Eləsə başlayaq. İlk öncə listening bizi qarşılayır. Listeningi siz əgər qulaq asmaq istəyirsinizsə mənə bildirin. Yəni rəylərdə bunu bildirin. Mən sizə linkini atım. Sərbəst özünüz işləyin, həm də yoxlamış olarsınız ki, siz necə nəticə göstərəcəksiniz növbəti sınaqlarda. Mən həmişə qeyd edirəm ki, listeningə birinci sualdan yox, ikinci sualdan başlayın. Çünki siz 2, 3, 4 etdikdən sonra avtomatik beyninizdə formalaşır ki, birinci sual, yəni mətnin əsas mənası nədən ibarətdir? Biz ikinci suala baxsaq, mən listeningə qulaq asmamışam. Yəni, təxmin edəcəyim cavabları götürürəm. Bu demək deyil ki, bu 100% düzdür, amma içlərində ola bilər ki, bəziləri 100% düz olsun. İndi növbəti dəqiqələrdə buna əmin olarıq. İkinci sualda bizdən tələb olunur ki, what is the one benefit of technology for families? Deyir ki, ailələr üçün texnologiyanın bir dənə faydalı cəhəti nədir? Gəlin ən aşağıdan başlayaq. Mən çox vaxt listeninglərdə aşağıdan başlayıram yuxarı getməyə. Bilmirəm, bəlkə bu biraz düzgün deyil, amma mən həmişə aşağıdakı variantdan yuxarı getməyə xoşlayıram. It replaces teachers in every school. Bizə burada deyir ki, yəni hər bir məktəbdə müəllimi əvəz edir. Yəni bu sizcə üstünlük sayıla bilərmi texnologiyanın faydalı cəhəti olaraq? Bəlkə də ola bilər, çünki internetdə hər şey araşdırmaq mümkündür. Texnologiya artıq buna bizə icazə verir. Buna plus qoyaq, amma dəqiq deyil. Digəri bizdə it always gives them free internet. Deyir ki, biz həmişə pulsuz internetdən istifadə edə bilirik. Yəni bizə pulsuz internet verir. Bu ola bilər. Digəri, it teaches them to cook traditional meals. Bizə ənənəvi, yəni milli yeməklər bişirməyi öyrədir. Düzü, texnologiyanın faydası olaraq bunu mən məntiqli görmürəm, yəni bu çıxdı. It makes them avoid studying at night. Gecələri bizi dərs oxumaqdan çəkindirir. Yəni burada bir variant düzgünlüyü görmürəm. Digəri isə it helps them stay close through chaos. Deyir, zənglər vasitəsilə başqalarına yaxın olmağımıza kömək eləyir. Yəni, zənglər bizi yaxınlaşdırır mənasında. Bu cümlə mənə tam aydın olmadı. Ona görə çıx qoyuram. Amma əsasən bu iki variantdan biri ola bilər. Amma düzgün variantı təbii ki, bilmirəm. Listeningə qulaq asandan sonra əmin oluram ki, bəlkə də elə bu düzdür. Bilmək olmur. Yəni, qısacası siz listening qulaq asmadan əvvəl imtahanda təxmini belə bir işarələr özünüz üçün aparın ki, listeningə qulaq asanda daha rahat olsun. Üçüncü, one challenge of technology is that. Deyir ki, texnologiyanın bir dənə problemləri, yəni bir dənə çətinliyi budur ki, students must choose when to study and rest. Deyir, tələbələr nə vaxt oxuyacaqlarını və nə vaxt dincələcəklərini özləri seçməlidirlər. Bu mənə yaxın deyil, hardasa bu çətinlik deyil. Əgər uşaq özü oxuyub, özü vaxtını təyin edə bilirsə, bu çətinlik sayılmamalıdır. People cannot call each other in other cities. Başqa ölkələrdə olan insanlar bir-birlərindən zəngləşə bilmirlər. Bu da düzgün getmir. Əsasən mən sizə deyim, əgər cannot görsəz, bu 90% hallarda səhv sayılır. Yəni, bu düzgün cümlə deyil. No one can download apps anymore. Heç kim başqa proqram yükləyə bilməz. Yəni, burada da no inkarlıq görsəz, 90% hallarda cümlə səhvdir. Families never use email for works. Eyni ilə never sözü görsəz 90% hallarda səhvdir. Tərcüməsi də odur ki, ailələr heç vaxt e-mail adreslərindən iş üçün istifadə edə bilmirlər. Students do not have websites to read. Uşaqların oxumaq üçün internet saytları olmur. Yəni, burada da əslində not var, inkarlıq var. Bu da çıx ola bilər. Belə baxanda hamısı çıx olur.
Bir dənə məntiqli cavab A gəlir. Amma o da tam düzgün variant kimi getmir. Əgər uşaqlar özləri oxuma və dincəlmə saatlarını seçə bilirsə, bu tək çətinlik ola bilməz məncə. Yəni, yenə də hər ehtimal buna plus qoyaq. Çünki hamısında baxın not, ne və not varsa. Deməli ki, elə variant A-dır, amma yenə də listening qulaq asmadan biz əmin ola bilmərik. Keçirik 4-ə. True, false seçirik. Students can use cell phones, tablets and computer to study. Deyir, tələbələr dərs keçmək üçün telefonlarından, tabletlərindən, kompüterlərindən istifadə edə bilirlər. Bu 100% düzdür. Social media is not popular with teens. Yeniyetmələr arasında sosial media, baxın not varsa, əksər hallarda false-dur, yəni səhvdir. Tərcüməsi odur ki, sosial media tələbələr, yeniyetmələr arasında populyar deyil. Bu səhvdir, necə ola bilər? Teachers may use charts, images or posters to explain new words. Burada sizə demək istəyir ki, müəllimlər şəkillərdən, yəni dərsi izah etmək üçün şəkillərdən, cədvəllərdən, posterlərdən istifadə edə bilirlər. Təbii ki, düzdür. Spending too much time on a cell phone can be fun and healthy. Vaxtını çox keçirmək, telefonla vaxtını çox keçirmək əyləncəli və sağlamdır. Xeyr, əyləncəli ola bilər, amma sağlam deyil, unhealthy. Baxın, unhealthy. Sağlamlığa ziyandır. Ona görə bu false-dur. Yəni bizdə true, false, true, false. Baxın, listening-i qulaq asmadan avtomatik 1 balınız oldu. Yəni siz bir dənə bunu oxuyaraq listening verilməmişdən öncə 1 balınızı hazır edə bilərsiniz. Amma digərlərini mütləq ki, yəni 2-ni, 3-ü listening-ə qulaq asıb tapmalısınız. Gəlin birə də baxaq. What is the passage mainly about? Mətnin əsas mənası nədir? How to cook. Baxın, bu cook ümumiyyətlə biz işlətmədik də. Yəni lazım deyil. Why students never use social media? Niyə görə şagirdlər heç vaxt sosial mediadan istifadə etmir? Bu da səhvdir. Çünki biz bayaqdan sosial medianın istifadəsi haqqında danışırıq. The role of technology in daily life. Gündəlik həyatımızda texnologiyanın rolu təbii ki, budur variantımız. The history of old machines. Köhnə maşınların tarixi deyil. Why people should not study online. Niyə görə uşaqlar online öyrənməməlidirlər? Yəni online dərs, təhsil almamalıdırlar. Bu da səhvdir. Bu da oldu sizin 1 balınız. Yəni avtomatik listening-ə qulaq asmadan, tutaq ki, imtahandasınızsa, bunu işləyərək, yəni belə işləyərək, bundan 1 bal və bundan 1 bal tuta bilərsiniz. Amma bu bütün listeninglərə imtahana aiddirmi? Xeyr. Ola bilir ki, çətin olur. Bu nəzərə alsaq ki, 9-cu sinifdir. Listening haqqında belə, digər ikinci və 3-cü sualların cavabını tapmaq istəyirsinizsə, mənə rəylərdə bildirin. Mən sizə link atım və cavabını tapın. Sonra həmin cavabları rəylərdə yazın. Mən deyim sizə düzdür, yoxsa səhvdir. Keçək qrammatikaya. Qrammatikada bizi compoundla qarşılayır. Compoundla nə idi? Mürəkkəb isim. Mürəkkəb isimlərə baxırıq. Burada diaqram var. Gedir. Yəni bu sadədir. Burada B variantında temperature var. Sadədir, gedir. Sonra biz baxsaq C variantı düşürmür orada. Window var, sadədir, gedir. Qalırıq D və Y arasında. Biz elə Y variantını götürürük. Weekend, bathroom və Y variantıdır. Burada niyə götürmürük? Çünki burada juggling sözü bizə uyğunlaşmır. 6-da uncountable nouns. Uncountable nouns nə idi? Sayılmayan. Yəni biz sayılmayan bir şey seçməliyik. Baxın, burada bread sayılmır, çörək sayılmır, atdıq. Sonra flour, un sayılmır, atdıq. Və burada childhood, uşaqlıq sayılmır, atdıq. Darkness, qaranlıq sayılmır və activity, dictionary. Baxırıq 6-cı suala. 6-cı sualda bizdən sayılmayanları tələb edir. Yəni uncountable sayılmayan isim deməkdir. Baxın, burada goal var, məqsəd. Məqsəd sayılır, ona görə bunu atırıq. Dictionary, lüğət sayılır.
Age yaş sayılır, image şəkil sayılır, amma coal kömür sayılmır, bread çörək sayılmır. Variant D. Digər hissəyə baxırıq. Aha, bizdən nəyi tələb edir? Cəm isim tələb edir. Baxın, sonu iki qoşa s ilə bitənlər cəmdə olmur, təkdə olur. Getdi. Phonetics. S ilə bitsə də bu fən adıdır. Getdi. Fən adları heç vaxt cəmlənmir. Baxırsınız, news s ilə bitsə də həmişə təkdədir. Getdi. Person təkdədir. Bunun cəm forması nədir? Police. Sorry, police yox, people. Baxın, bu, əgər bu olsaydı cəmdə olardı. Amma person da təkdədir. Yəni variantımız Y-dir. Kettle isə deyə bilərsiniz ki, sonunda s yoxdur. Niyə götürdünüz cəmdə? Kettle toplu isimdir. Yəni həmişə cəmdə sayılır. Baxırıq possessive case. Possessive case apostrofdan sonra bizə isim lazımdır. Smith familiyadır, yəni soyaddır. Mütləq s apostrof olmalıdır. Yəni bu düzdür. P-testdən sonra bought almaq gəlib, aldı. Bizə hansı nitq səsi lazımdır? İsim. Almaq feildir. Ona görə getdi. The girls helping və burada ing gəlib, olmaz. Atırıq. 4-də isə she is living at her uncle. Apostrofsa düzdür. At her uncle nə deməkdir? Dayısı gildə, əmisi gildə. Baxın, bu at gəlirsə və apostrofsu gəlirsə düzgündür. Bu gildə mənasını verir çox vaxt. 1 və 4, yəni B. 9-da bizdən article tələb olunur. Fransa ölkələr adı ilə bilirik ki, işlənmir heç vaxt, amma United Kingdom'da mütləq Z işlənir, yəni C. 10. Which is the largest? Baxın, est var. Est görürüksə Z-ni yapışdırmalısınız bura. In world var. World nə idi? Dünya. Dünyada neçə dənədir? Bir dənə. Bir dənədirsə mütləq Z-ni yazırsınız. Pacific, okean adıdır. Ocean. Ocean sözü olmasa da mütləq Z-ni yazırsınız bura. Yəni Z. A. Sonra 11. Baxın, nöqtədən sonra hansı nitq səsi gəlib? Answer. Answer nədir? Cavab. Cavab hansı nitq səsidir? İsim. Bunlardan hansı özündən sonra isim tələb eləyir? Bu s heç vaxt tələb eləmir. Bu mine tələb eləmir. Qalır my, his, your. Gəlir ikinci hissəyə. İkinci hissədə nöqtədən sonra nə gəlir? Was. Was nədir? Feil. Yəni nitq səsi olaraq feildir. Feildirsə bunlardan, yəni bunlardan hansı özlərindən sonra feil tələb eləyir? Təbii ki, your və mine. Sənin cavabın düz idi, amma mənimkisi səhv idi. Your özündən sonra isim tələb eləyir. Bu da özündən sonra isim tələb eləyir. Amma mine tələb eləmir. Keçdik 12-yə. Be careful. Anna, don't hurt. Baxın, vergül var, düzdürmü? Nöqtədən sonra boşluq var. Yəni ki, biz qayıdış əvəzliyi verməliyik. Anna kimdir? Qadındır. Qadın qayıdış əvəzliyi hansıydı? Herself. 13. There isn't milk in the fridge. Milk baxırsınız burada. Sayılandır yoxsa sayılmayandır? Sayılmayandır. İndi siz sayılmayan bir şey seçməlisiniz. Baxın, bu özündən sonra sayılan cəm istəyir. Sayılan cəm istəyir. Və burada few da var. Few da özündən sonra sayılan cəm istəyir. Elot niyə olmaz? Çünki elotdan sonra isim olmaz. Heç vaxt gəlməz. Burada da isim var. Ona görə qalır match. Match da sayılmayan tək istəyir və variant B. Daha doğrusu A. 14. Person. Baxın, biz bu cümləni tərcümə eləməliyik və tapmalıyıq ki, hansı söz uyğun gəlir. Is a person who uses their voice to produce music. Deyir ki, o kimdir ki, o hansı insandır ki, elə səsindən musiqi yaratmaq, yəni oxumaq mənasında mahnı düzəltir. Yəni səsindən mahnı düzəltir. Təbii ki, burada singer olar, müğənni olar, yəni. Keçirik digərinə. Aha, biz indi sözləri bir-biri ilə uyğunlaşdırmalıyıq. Baxın, event hadisə deməkdir. Anything that happens nədirsə baş verən bir şeydir. Yəni C. Praise frazadır, yəni xüsusi bir vəziyyətdir.
Yəni ki, biz sözlərin daha qısa versiyasının bir necə deyim, ifadəsidir. 2 gedir B-yə. Reason isə səbəb deməkdir. Hansısa bir hadisənin səbəbi. Yəni A. C, B, A variantımız D. 16-da isə bizdən nə tələb olunur? Sinonim. Sinonimə baxsaq, reply, question. Reply cavab verməkdir. Question sualdır. Bu antonimdir, əks mənalıdır. Peace fərqlidir. Peace daha doğrusu hissədir. Yəni hissə mənası verir. Peace sülh deməkdir. Yəni bu heç uyğun deyil. Sadəcə tələffüzləri oxşuyur deyə sizi çaşdırmaq məqsədi ilə yazıblar. Shower duş almaqdır. Coat isə paltodur. Heç uyğun deyil. Stove qaz sobadır. Qaz sobası. Vase'dəki bildiyimiz vazdır. Güldan. Trip səyahət. Travel səyahət. Yəni Y. 17. Top sözünün opposite, yəni əks mənalısını. Sizdə burada antonim də yaza bilərdi, amma opposite yazıb, yəni əks mənalı yazıb. Top ən üst qat deməkdir, hündürlük, yəni yuxarı hissəsi. Top of the mountains dağların ən üst hissəsi. Biz onun əks mənasını, yəni base alt qatını, bottom da aşağı. Peak zirvədir, roof damdır, evin damı deməkdir. Hər ikisi zirvə mənası verir. Ona görə variantımız 2 və 4.